Bugün sizi Yurax'ın ən stabil və ən təmiz səs verən mikrofonu ilə tanış edəcəm. Gəlin görək qutumuzun içində nələr var. Qutunu açan kimi qarşımıza birbaşa mikrofonun özü çıxır. İlk toxunuşdan hiss olunur ki, gövdəsi möhkəmdir, metal hissəsi var və səhnədə əlinizdə sürüşməyəcək bir tutuşa sahib. Yan hissədə isə simsiz qəbul edici modul var. Bu modul birbaşa kolonkaya və ya mikserə taxılır və mikrofon dərhal qoşulur. Qutuda əlavə olaraq Type-C kabel və istifadə kitabçası da var. Mikrofonun gözəl tərəflərindən biri üzərində LED ekranın olmasıdır. Bu ekran vasitəsilə mikrofonun bateriya gücünü, siqnal gücünü və tezliyini rahat şəkildə görə bilərsiniz. Bu isə tədbirlərdə və yaxud da ki, çıxışlarda sizə rahatlıq verəcək. Bu modelin ən üstün özəlliklərindən biri UHV texnologiyası ilə işləməsidir. Bəs UHV nə deməkdir? UHV daha stabil siqnal, səs kəsilməsinin olmaması, müdaxilələri minimuma enməsi, uzaq məsafədə belə kəsinti verməməsidir. Yəni toy, tədbir, səhnə, açıq hava kimi yerlərdə səsdən xışıltı gəlmir və səs heç bir zaman qırılmır. Bu mikrofon UHV 60 MHz tezlik diapazonunda işləyir və bu diapazonda səsinizi kənar təsirlərdən qoruyur. Qal, indi biz sən nə eləyəcəyinə? Ala bu qəbul edici modulu kameraya qoş və mikrofonun səs keyfiyyətini yoxlayaq. Hal-hazırda səsim bu mikrofondan gəlir. Vəziyyət nətərdir? Yəni, bu mikrofon vasitəsilə sizin səsiniz istər tədbirlərdə, istər toylarda, hər hansı bir səs-küyün çox olduğu yerlərdə belə tam ön planda gəlmiş olacaq. Yəni, nə qədər səs-küy olsa da, səsiniz belə aydın eşidiləcək. Mikrofonun içində böyük tutumlu 18650 lityum-iyon 3.7 W'lıq bateriya var. Bu tip bateriyalar uzun ömürlüdür və saatlarla istifadəni təmin edir. Həmçinin bizim mikrofonumuz Type-C ilə şarj edilir. Məndən bu qədər. Mikrofonla bağlı hər hansı suallarınız varsa, şərhdə yaza bilərsiniz. Növbəti videoda görüşənədək.